Hər kəsin bir mübarizəsi olduğu kimi bir ümidi də vardır. Səfirlər 5-ci hissə. Barikadaya çatan Jean Valjean döyüşün ən qızğın anında bir kişinin həyatını xilas edir. Bu vaxt barikadada sursat tükənir və Gavroche ölən əsgərlərdən patron toplamaq üçün təhlükəyə atılaraq həyatını itirir. Valjean Javert-i öldürməyə könüllü olaraq onu özü ilə aparır. Lakin gözlənilmədən ona mərhəmət göstərib azad edir və havaya atəş açır. Marius isə Valjean'ın Javert-i öldürdüyünü düşünür. Barikada dağıldıqda Valjean yaralı Mariusu çiyninə alaraq kanalizasiyadan qaçır. Çıxışda qarşısına Thénardier çıxır. Thénardier onu tanımasa da pul müqabilində qapını açır və Valjean'ın yoluna davam etməsinə şərait yaradır. Nəhayət, Valjean Javert ilə qarşılaşır və Mariusu ailəsinə çatdırmaq üçün bir neçə dəqiqə vaxt istəyir. Javert razılaşır. Lakin Valjean Mariusu babasının evinə apardıqdan sonra geri qaydanda Javert artıq onu gözləmir. Çünki Valjean'ın ona göstərdiyi mərhəmət Javert'in bütün həyat boyu bağlı qaldığı sərt qanun anlayışı ilə toqquşur. Bu ziddiyyəti qəbul edə bilməyən Javert Sena çayında həyatına son qoyur. Marius sağaldıqdan sonra Cosette ilə evlənməyə hazırlaşır. Valjean isə onlara böyük sərvət bağışlayır. Lakin toy ərəfəsində Valjean Mariusa keçmiş məhbus olduğunu etiraf edir. Marius bu həqiqətdən sarsılır və Valjean haqqında yanlış düşüncələrə qapılaraq onu Cosette'dən uzaqlaşdırır. Valjean isə qızından ayrılmağa razı olur və ümidsiz halda yatağa düşür. Bu zaman Thénardier Mariusa Valjean haqqında bildiklərini satmağa çalışır. Lakin onun danışdıqları əslində Valjean'ın günahsızlığını üzə çıxarır. Thénardier'in gətirdiyi palto parçasını görən Marius həmin parçanı öz paltarından tanıyır və həqiqəti anlayır. Barikadada onun həyatını xilas edən şəxs məhz Valjean olmuşdur. Marius və Cosette dərhal Valjean'ın yanına gedirlər. Artıq ölüm ayağında olan Valjean onlara Cosette'nin anası Fantina'nın hekayəsini danışır və qızının yanında rahatlıq tapır. Marius onun əslində necə mərhəmətli və fədakar bir insan olduğunu anlayaraq peşman olur. Valjean isə Cosette'nin sevgisini hiss edərək son nəfəsini rahatlıqla verir. Beləcə, ömrünü başqalarının həyatını xilas etməyə həsr edən Jean Valjean dünyadan səssizcə köçür. Onun məzarı sadə və adsız olsa da göstərdiyi mərhəmət və fədakarlıq insanlara yaddaşında əbədi yaşayır.